Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve alihi tahirin. Biz inşallah sözlərlə bədən danışdıq, isimdən danışdıq və Allah kəlməsindən danışdıq. İndi isə biraz geniş bəhsimiz olacaq. Rəhmət, Rəhman və Rəhim bəhsində. Rəhman, ikisi də Rəhəm, Rəhman sözü, həm Rəhim sözünün kökü rəhmət kəlməsidir. Rəhmət isə biz lüğətə baxanda görürük ki, bu qəlbi yumşaqlıq mənasında, atifə mənasında, yaxud kiməsə yazığı gəlinməsi mənasında gəlir. Həmçinin o qohumları da ziyarət etməyə rəhimli, silə rəhim deyiblər və həmçinin qadınların bətninə də rəhim deyilib. Çünki bu ne üçün ona rəhim deyiblər qadınların bətnindən? Çünki oradan ki övlad ki orada olur və o övlad vasitəsilə onun üçün qəlbi yumşaqlıq olur. Bir qəlbi yumşaqlıq gəlir anaya. Həmçinin Məkkəyə də Ümmü Ruhum deyilib, yəni rəhmətin əsli olan bir yer. Həmçinin rəhmətin müqabili isə indi deyəcəyik biz inşallah burada bunu saxlayaq, bunun inşallah qabağını deyəcəyik. Və bu qeyd elədiklərimizin hamısı məxluqlara aiddir, yəni yaradılmışlara aiddir. Və amma deyəcək Allah üçün bu nə məna verəcək? Bəs Allah üçün nə məna verəcək? Rəhman sözü ismi mübaliğədir. Yəni keçici şəraitə uyğun olan deyəcək biz rəhmət nədir ki, Allah da rəhmət edəcək. Yəni ismi mübaliğədir və bu keçici şəraitə uyğun olan ilahi qanunlara əsasında əmələ gələn nəticələrə gəlirlər. Nəticələrə deyilir. Amma rəhim isə sifət-i müşəbbəhədir. Yəni burada bir dənə davamiyyət var, bir sabitlik var və buna əsasən də ki, hökm həm kafirə, həm də möminə uyğun qanunların nəticəsidir. Çünki biz deyəcəyik ki, həm Rəhman mömin kafirə aiddir, həm Rəhim də möminə və kafirə aiddir. Yəni burada rəhmətin həm Rəhman bu dünyada, o dünyadadır, həm Rəhim bu dünyadadır, həm o dünyadadır. Biz inşallah onun qabağında bəhs edəcəyik. Və rəhmətə termin olaraq baxanda bir neçə dənə nəzərlər var ki, nəzərlərdən biri budur ki, rəhmət, rəhim olunana ehsan etməyi gərəkdirən ürək yumşaqlıqdır və bəzən mücərrəd ürək yumşaqlığı üçün, bəzən isə ürək yumşaqlıqdan olan ehsan üçün işlənilir. Bəziləri deyiblər ki, rəhmət bir kəsə olunan xeyri əda etmək üçün nəfsdə olan ürək yumşaqlıqdır. Bəziləri deyiblər ki, həmçinin irfanda da bu var ki, irfanda budur ki, rəhmət hər vücudu nemətin mənşəyi olan vücudun özüdür. Vücudun özünə rəhmət deyilir. Yəni bütün əşyaların onun səbəbi ilə zuhur və həqiqət tapdığı mütləq vücud ki, o rəhmətin özüdür və o da yoxdan varlığa çıxardır deyənə. Yəni bir varlığın əvvəli yox olub, olmayıb və sonradan onu Allah yaratdı, var oldu. Bunun özü, bu prosesin özü bir dənə rəhmətdir. Bu prosesin özü bir dənə rəhmətdir. Həmçinin deyib ki, deyiblər bəndələrə xeyrin çataraq şərin uzaqlaşdırılması rəhmətdir. Rəhmət həmçinin deyiblər ki, möhtacı görərkən qəlbə ariz olan xüsusi haldır, təsirdir və bu şəxsi ehtiyacı qaldırmağı vadar eləyir. Və həmçinin bunları deyirlər, deyəcək bizdə nəzər başqa türdür. O ki deyildi ürək yumşaqlıq, kiməsə yazığı gəlmə, yəni bir dənə halın dəyişməsi, hal məsələsi, bu Allah üçün uzaq fikirdir. Bu bəşər üçün normaldır, yəni sabitdir. Amma Allah üçün ürək yumşaqlıq ya kiməsə yazığı gəlmə şey düşünülmür. Ona görə də İmam Əli əleyhissalam buyurur ki, Rahimun la yusaf bir riqqə. Ki o rəhimdir, Allah üçün o rəhimdir, amma ürək yumşaqlıq ilə sifətlənməz. Deməli, İmam demək istəyir ki, sözün ki, o deyirsiniz Allah ilə ürək yumşaqlıq, atifə, o cür atifə, sözün dediyiniz nəzərlər düzgündür. Başında məsələ başqa cürdür. Və rəhmət dedik ki, bir tərəfdən vücud vermək, həmin o rəhmətin özüdür. Vücud vermək. Yəni ki, Allah əvvəlcə vücud verir, sonra o vücud lütfə, məğfirətə, nemətlərə və s. şamil olur. Və
buna əsasən rəhmətin öncəliyi var. Rəhmət Allahın obrisi sifətlərinin öncəliyi var. Və buradan bir dənə irad varid olur. İrad varid olur ki, bu irad budur ki, əgər rəhmət vücudun özü yox, onun xüsusiyyətidirsə, amma bir şey olmazsa və sonradan əmələ gələrsə, bu rəhmətdir. Rəhmətdir. Və bu bizim onlara elədiyimiz iraddır ki, bu rəhmət vücudun özü yox, onun xüsusiyyətidir. Amma biz rəhmətə bu cür baxırıq ki, bir şey əvvəl yox idi və sonradan əmələ gəlib və bu rəhmətdir. Yəni feili. Amma Allahın rəhmətinin mənası nə mehribanlıqdır, nə atifədir, nə ürək yumşaqlıqdır. Düzdür ki, bu mənalar o rəhmətin içində var. İçində var. Məntiq dilinə desək, təzəmmünü olaraq, yəni onun içində bir mehribanlıq mənası gizlənib. Yəni ki, insan bu dünyada nə edəcəksə əvəzini görəcək. Yəni bu qanunlar ki var, Allahın qoyduğu qanunlar. O qoyduğu qanunların hər bir vaxtda nəticəsi xeyirdir. Yəni rəhmət budur. Allahın qoyduğu qanunlarının nəticəsi həmişə xeyirdir. İstər bu qanun qəbul olundu, istər olunmadı. İstər o qanun bilindi ya bilinmədi. İstər əməl olundu, olunmadı. O hər bir halda o qanunun həqiqəti dəyişmir. Və Allahın da qanununa uyğun olaraq eləcə də necə lazımsa elə nəticə görəcək. Yaxşılıq eləyən istər kafir olsun, istər mömin olsun, etdiyini xeyrini görəcək. Pislik də eyni cür. İstər kafir olsun, istər mömin olsun, burada zərərini görəcək. Zərər ona deyəcək. Çünki bir qanunun pozuntusudur ki, qanun pozuntusu avtomatik nəzərə gətirib çıxardır, zərərə gətirib çıxardır. Və əgər siz desəz ki, bəs rəhmət, əgər sizlər desəz ki, bəs rəhmət qanundursa, ya onun əsəridirsə, qanunu pozanların rəhmətə şamil olduğunu görürük. Bəs bu necə olur? Biz burada deyirik ki, bu məsələyə rəhmaniyyət tərəfdən baxanda dünyavi xeyrə şamil olması cəhətindən mömin ilə qeyrisi burada şərikdir. Rəhmaniyyət tərəfdən baxırıq məsələyə. Və amma bu keçici və müvəqqəti bir dənə rəhmətdir. Keçici və müvəqqəti rəhmətdir. Çünki bu kafirdə dünyavi xeyr olur və əsl xeyr olmur. Dünyavi xeyr olur, əsl xeyr. Əsl xeyr olsa da özü ilə aparardı. Amma mömində isə bu əsl xeyr olur və axirətə də şamil olur bu rəhmət. Və belə desək, bu rəhmət yox, nemət olur. Ona görə də hər nemətin kimisə şamil olmasını, ilahi rəhmətin ona şamil olmasını demək olmaz. Əslən, qeyri-möminə də şamil olan rəhmətin həmin onun rəhmaniyyətindən irəli gəlir ki, o həmin o qoyduğu qanunların nəticəsidir ki, yəni Allah bir dənə qanun qoyub ki, hər kəs burada nə xeyir görsə onun əvəzini görəcək, hər nə bir dənə pislik görsə onun əvəzini görəcək. Bu qanunun özü rəhmətdir və hər bir halda, hər yerdə işlədiyi nəticəsi rəhmətdir. Və bir dənə şübhə deyiblər. Deyiblər ki, əgər biz Allahın rəhmətini atifə ilə, mehribanlıq kimi götürsək, biz Allahın cəhənnəmdə itaətsizlik edənləri yandırmağı necə başa düşəcək? Necə başa düşək? Bu rəhmətin gərəkdirdiyi ilə zidd olur. Çünki cəmaatda ki, ürfdə ki, rəhmət, adi insan rəhməti kimi başa düşülüb və bu rəhmətin bəziləri ifrata varıb ilə cəhənnəm məcazdır, yanmaq məcazdır, Quranda gələn yanmaq məcazdır və Allah heç kimi cəhənnəmdə yandırmayacaq, üçün o rəhmətlidir, rəhməti var. Onda burada bu şübhə əmələ gəlir. Biz bəs o qədər cəhənnəm ayəsini, o qədər yandırmaq ayələrini biz necə yozaq, necə deyək? Mənası nədir? Ağa Cavad Amildən var ki, Vəzullah aleyh buyurur, ağa buyurur ki, bu şübhənin mənşeyi odur ki, sizlər Allahın rəhmətini atifə kimi başa düşmüsünüz, ürək yumşaqlığı kimi başa düşmüsünüz. Çünki
Əgər belə başa düşmüsünüzsə, onda əzab vermək, cəhənnəm əzabı heç vaxt atifə ilə, atifi olan rəhmətlə uyğun gəlməyəcək. Onu görürsün, başımızda bu şübhələr yaranır. Amma gərək diqqət olunması bir dənə məqam olsun ki, əgər Allahın rəhmətindən məqsəd atifi rəhmətdirsə, həmin əbədiliklə, əbədilik rəhmətlə uyğun olmayacaq. Əbədi əzab rəhmətlə uyğun olmayacaq. Bu zaman bunun bir dənə şübhə buradan yaranır ki, əbədi əzab da necə uyğun gəldi Allahın rəhməti ilə. Şübhəyə cavab budur ki, əqli bəhslərdə ki, rəhmətdən danışılır. Necə ki, Allah da rəhmandır. Onun əsasında feyz verilir. Qəlb yanğısı, mehribanlıqla, atifə mənasında yox, təkvini və həqiqidir. Bir dənə həqiqi rəhmət var. Ona görə də insan aləmin bir dənə məhdud bir dənə güşəsində oturur, bir dənə yerdə oturur və ancaq bu maddi düşünür deyənə, bu rəhməti də bu cür maddi baxanda avtomatik bu atifi rəhmət kimi çıxacaq. Və onu deyir ki, bu rəhmət nəfsani vəsfdir və insana nisbət verilə bilər yalnız, sizin fikirləşdiyiniz rəhmət yalnız insana verilə bilər. Allah üçün belə şeylər düşünülmür. Allahın rəhməti isə hər yaradılanı istedadı qədəri layiq olduğu kamala çatdırmasıdır. Hər bir adamın istedadı nə varsa, onun kamala çatdırmaq həmin rəhmətdir. Bu, həmin ümumi rəhmətdir ki, hər yerdə istedad olarsa, orada uyğun olacaq. Hər yerdə bir dənə istedad olarsa ki, o rəhmət özünə cəlb olunsun, orada istedad oldu, avtomatik ora cəlb olunacaq, həmin şey əta olunacaq. Və buna əsasən deyilir ki, Allahın rəhmətindən kənarda heç bir şey yoxdur. Mümkündür bir dənə şeyin misdaqı olsun, ki, yaradılmış olsun və rəhmətə aid olmasın, mümkün şeydir. Bu dünyada rəhmaniyyətlə, rəhmiyyətlə, o dünyada rəhmaniyyətlə və rəhmiyyətlə üzbəüzdür. Və ona görə də buna əsasən deyir, almaya verilən həmin o şirinlik rəhmətdir, acı bitkiyə verilən həmin o acılıq rəhmətdir. Çünki istedadı qədər verilib. Və əgər biz belə baxsaq, onda rəhmət əzaba da, yəni əzab da rəhmətin bir dənə misdaqı olacaq. Əzab da rəhmətin bir dənə misdaqı olacaq. Çünki Allahın qanunlarının nəticəsi baş tutdu və bu həmin bu şeydə rəhmətə aid olacaq. Və biz bunu deyək ki, Allahın rəhmətinin dedik ki, təkvini və həqiqi rəhmətdir. Və yəni etiqadi dini məsələlərdə atifənin yox, əqlin yeri var. Əql isə bəzən atifəni deyə bilər, bəzən isə deyər ki, filan kəs qətl olunsun, qətli gərəkdirə bilər. Ona görə də hər bir halda həm atifəni desə, həm qətli desə, həm hər nə deyirsə, o hər bir halda rəhmətdir. Və ona görə də Nuh əleyhissalam deyirdi ki, Quranda ayə var ki, ya Rəhmanə, Nuh əleyhissalam deyir ki, üzr istəyirəm, Nuh əleyhissalam deyirdi ki, Quranda bir dənə ayə var ki, ey Rəbbim, yer üzündə bir yəni kafir belə qoyma ki, bu dua eləyəndə Allah onu qəbul etdi. Həmin rəhmaniyyəti ilə qəbul elədi onu. Çünki onlar yer üzərində yaşamağa layiq deyirlər. Və Allah da ki, yəni siz deyirsiniz ki, ya Allah rəhimdir, rəhmandır və siz öz çərçövünüz qədər ona tərif verirsiniz. O tərif veriləndə avtomatik o Nuh əleyhissalam kimi peyğəmbərlərin duası ilə ki, yer göy su oldu, bu qədər insan getdi aradan, onda bu rəhmət olmur. Halbuki o şeylər rəhmətin bir dənə misdaqıdır. Həmçinin İmam Hüseyn əleyhissalam ki, bizim dəlillərdən, ən böyük dəlillərimizdən biridir. İmam Hüseyn əleyhissalam buyurur ki, Ərəfə duasında, ya Rəhmanu dünya vəl axirə, ey dünya və axirət rəhman və rəhiməhumə, və o ikisini də, hər ikisindəki rəhim olan.
Bu İmam Hüseyin cümləsinə baxsaq, əsasən bu cümləyə əsasən olacaq. Rəhman həm bu dünyada olacaq, həm də axirətdə. Rəhim də həm bu dünyada olacaq, həm axirətdə olacaq. Və bu dünyada ümumi rəhmətin kafirə şamil olması, keçici nemətlər ilə nemətlendirilərək axirətə heç nə aparmayaraq orada əzab olunması rəhmətdir. Kafir burada zülm etsə belə ona zülm olunmaz. Yəni Allah heç kimə zülm edilməz. Onun haqqı nədir? O veriləcək. Və bu haqqı nədir? Onun verilməsi rəhmətdir. Və amma bu dünyada başqa cür, o dünyada başqa cür aşkar olur. Həmin bu rəhmət bu dünyada başqa cür olur, o dünyada başqa cür olur. Və burada rəhmət ki, xeyir kimi görsənən, amma əslində zərər olan şey axirətdə zərər kimi aşkar olacaq. Ki, burada xeyir kimi görürdülər, amma həqiqətən o zərər idi və onun həqiqəti, hər bir şeyin həqiqəti axirət evində aşkar olacaq. Və üçün rəhmaniyyətin mübaliğə olması onu xeyir kimi göstərə bilər ona. O özü şəxs qafil olar, o xeyir kimi görə bilər. Və amma rəhmiyyətdə ki bu sabitlik var, artıq orada sabit bir dənə xeyirdir. Ona görə də bu dünyada möminə verilən xeyir istər birbaşa, istərsə də günahların müqabilində əzab olsun ki, ikisi də xeyirdir. Qalıcı rəhmətdir. İkisi də qalıcı rəhmətdir. Və bu qalıcı rəhmət o biri dünyada da sabitdir. Eyni ilə bu dünyada da sabitdir. Və inşallah gələcək bəhslərimizdə bu rəhmaniyyət və rəhimiyyətini Allahın daha da geniş şəkildə toxunacağıq. Və elhamdülillah və sallallahu alə Muhammedin və alihil əthar. Allahümme salli alə Muhammedin və ali Muhammed və accil fərəcəhum.